Salam dəyərli izləyicilər. Bugün Sənət Fədaisi podkastında sadəcə bir qonaq yox, düşüncələri ilə insanın daxilinə toxunan bir insan var. Bəzən həyatın səs-küyündə insan özü ilə əlaqəni itirir. Oxuyuruq, işləyirik, danışırıq, amma ən vacib sual açıq qalır. Mən kiməm? Bugünkü söhbətimiz məhz insanın özünü tanıması, müasir gənclik, təhsil, din, elm, fərqindəlik və insan ruhunun dərinlikləri haqqındadır. Bir insanın düşüncələri sənə uzaqdan toxunur. Sən onu sadəcə ekran vasitəsilə izləyirsən. Amma həyatın qəribə bir tərəfi var. Bəzən heyranlıqla dinlədiyin insan bir gün həyatına daha bir yaxın nöqtədən daxil olur. Mən də uzun zamandır sosial şəbəkələrdə onun iştirak etdiyi proqramları izləyirdim. Düşüncələrini, həyata baxışını maraqla dinləyirdim. Və bir gün tam təsadüf nəticəsində öyrənirəm ki, qızımın universitet müəllimi məhz odur. Bu məni həm təəccübləndirdi, həm də çox sevindirdi. Çünki insan övladının qarşısına sadəcə müəllim yox, düşünməyi öyrədən bir insanın çıxmasını ürəkdən istəyir. Beləliklə qonağım filosof Müşfiq Ötkündür. Xoş gəlmisiniz. Xoş gördük. Müşfiq bəy, bu görüşə xüsusilə hazırlaşmışam. Və elə suallar seçmişəm ki, sizi dinləyən hər bir gənc öz sualına cavab tapsın. Fikirlərinizə ilham alıb həyatda bir istiqamət götürə bilsin. Beləliklə, Müşfiq bəy, suallarımızı keçirik. İlk sualımız. Bugünün gənci informasiya içində yaşayır, amma özünü tapmaqda niyə bu qədər çətinlik çəkir? İnsan öz mənini necə eşidə bilər? Gərək bir özü-özünə bir adı olsun. İnsan. Ada odur ki, bir dənizin ortasına düşürsən, o dənizlər, okeanlar dalğalanmağına rağmen sən bir ada kimi dayanırsan, sakit. Bu fikir Buddaya məxsusdur. Özün özünə ada ol. Bu əbədi bir məsləhətdir. İndi də bizim bu informasiya okeanında, biraz belə sürət okeanında hər şey çox sürətlənibdir. Gərək özünü cəmiyyətdən ayırasan. Bizim təbii ayarlarımıza uyğun deyil indiki həyat tərzi. Gec-tez hər bir insan bunu anlamalıdır. Bu həyat tərzi bizi müflisləşdirməyə, mənən və psixoloji baxımdan yıpratmağa və müflisləşdirməyə aparır. Ona görə ağlı olan insanlar, məsələn, indi idmanla məşğul olurlar, başa düşürlər ki, bir təhər bədənlərini qorumalıdırlar. Mənəvi gigiyena ilə də məşğul olmalıdırlar. Biraz sürəti salmalıdırlar aşağı, hədəfləri dəyişdirməlidirlər. Bu, cəmiyyətin onlara sırdığı hədəfləri qəbul eləsələr, bədbəxt olacaqlar. Məsələn, aşağı hədəflər qoymalıdırlar özlərinə. Düşünürəm ki, bunun tam tərsini deyirlər indi. Məhv edirlər gəncləri. Öz həyatını yaşamalıdırlar. Ki, mənim məqsədim bu yaşadığımı dərk eləməkdir. Mənim məqsədim çox şeyləri yaşamaq deyil, yaşadığımı dərk etmək. Mənim məqsədim çox oxumaq deyil, oxuduğumu dərk etməkdir. Mənim məqsədim çox dinləmək deyil, dinlədiyimi həzm etməkdir. Məsələn, mən şəxsən indi bu yaşımda özümə bunu qoymuşam və təsəvvürləmirəm ki, başqa cür yaşasam mən necə həyatımı tarazlaya bilərəm. Bir gənc adam da hardasa bu barədə eşitməlidir, özünü bu dənizdən ayırmalıdır, bu yırğalanmalardan, özü-özünə bir ada düzəltməlidir, sanki yaşaya bilsin. Sizcə müasir təhsil sistemi insan yetişdirir, yoxsa işləyən mexanizm? Təhsil necə dəyişilməlidir ki, gənclər oxumağa məcburiyyət yox, daxili ehtiyac kimi hiss etsinlər? Çox çətindir. İndi biz getdikcə sivilizasiyamızı insansızlaşdırmışıq. Bəli, mən də razıyam bu fikirlə. Bu insansız araçlar yaranır, vasitələr yaranır, mexanizmlər, insansız taksi. Sünilik bir sözlə, bəli. İnsansız, nə bilim, nəqliyyat vasitələri və süni
şeylərin adı çox artırmış. Süni intellekt, süni insan, süni münasibətlər, süni saxta şeir anlayışı belə gəlibdir. Hər şeyin bax bu sünisinə gəlib çıxmışıq. Andersonun bir nağılı var idi. Donuz otaran və şahzadə. Orada konflikt ondan başlayır ki, bu şahzadə qız təbii çiçəyi rədd eləyir. Süni bir şeylərə alışıb, buna hər şeyin sünisini, saxtasını, düzəlmişini veriblər və o vaxt Anderson belə bir fikir atır ortalığa ki, bu sivilizasiya sünilik və saxtalıq istiqamətində gedir. Bu mənada bizim təhsilimiz də insansızlaşdırma yönündədir bütövlükdə bu dünyada. İnsan gərəkdir ki, bu xüsusu anlasın. Əvvəllər məsələn təhsildə dinin rolu var idi əvvəldə, universitetlər təzə yarananda. Sonra bu dini çıxartdılar, yəni mənəviyyat haqqında məlumat verən hissəni çıxartdılar. Yerinə fəlsəfəni soxdular. İndi fəlsəfəni də çıxarırlar. Mən çox narahat oluram. Məsələn, idman zalları var idi əvvəllər universitetlərdə. İndi idman dərsləri yoxdur universitetlərdə. Çox dəyişir. Yəni, insanları əvvəlcə şəxsiyyət olaraq formalaşdırmağı hədəfləmişdi cəmiyyət və bu universitetlərdə cəmiyyətin elitası formalaşırdı. Bu elita həm mənəvi baxımdan hazırlıqlı olmalı idi, həm fiziki baxımdan hazırlıqlı olmalı idi, gözəl olmalı idi. Yəni bir lider, təbii lider olmalı idi. Və insanları tərifləyəndə deyirlər, bu savadlı adamdır, yəni bu elitanın ifadəsidir də. İndi belə bir hədəfləri yoxdur. İndi universitetlər, ali təhsil səviyyəsi yavaş-yavaş kurs səviyyəsinə yaxınlaşır və ehtimal ki, yaxın gələcəkdə kurslarla da əvəz olunacaq. 1 illik, 2 illik sertifikatlar tətbiq olunacaq, elə başa düşürəm ki, və insanın hərtərəfli şəxsiyyət olaraq yetişməsi hədəfindən də uzaqlaşıblar. Onlara ancaq işləyən bir varlıq lazımdır, ki, cəmiyyət onu istismar eləsin. Bunun üçün də universitet hələlik o lisenziyaları özündə saxlayır. Yəni, diplom lisenziyadır. Mən sənə o diplomu verirəm, sən gedib işləyə bilərsən. Onda Müşfiq bəy, belə çıxır ki, yaxın gələcəkdə təhsil sistemimizdə dəyişiklik gözlənilmir. Çünki siz də, mən bildiyimə görə, siz də bir neçə universitetlərdə dəstəyirsiniz. Sizin də öz təcrübələrinizdə əsasən deyirəm ki, yəni yaxın gələcəkdə, yəni olduğu kimi davam edəcəyik. Yəni bu təhsil sistemi olduğu kimi qalacaq. Fəlsəfəsində, cəmiyyətin fəlsəfəsində dəyişiklik yoxdursa, əməlində dəyişiklik gözləməyə dəyməz. Əməlində dəyişiklik, o fəlsəfədə yoxdur, o anlayış da yoxdur ki, biz insan yönümlü bir cəmiyyətə keçir. Bu all-inclusive təhsildən danışırlar falan, bu humanizm kimi görünə bilər, amma əslində insanı itiriblər bu çabaların içərisində. Bir ideoloji yəqinlik də yoxdur, bir əxlaq təməli də yoxdur ki, cəmiyyət nəyə doğru gedir. Mən düşünürəm ki, bir maraqlı bir şey gözləməyə dəyməz, insansızlaşdırma siyasəti gedəcək və gözləyirəm ki, bir gün deyəcəklər ki, bu qədər müəllim bizə lazım deyil, süni intellekt qəşəng dərs deyə bilər. Sabahsı gün də deyəcəklər ki, tələbələr də bizə lazımdır. Çünki təbii intellektdə daha ehtiyac yoxdur cəmiyyət. Təbii intellektin imkanları məhduddur. Əgər kimsə indi durur, məsələn, mən kollegalarla danışıram bu barədə, deyirlər, yox, bu süni intellekt şeydir, hələ bizə əvəz eləyənmir. Deyirəm, hələ sevinə bilərsiniz 6 ay, bəlkə 1 il çox böyük sürətlə inkişaf edir bu süni intellekt. Bəzi insanlar o qədər danışırlar ki, evlənirlər artıq süni intellektlə. Dünyada bunun bənzəri hadisələri yaranır. Bu insanın ailəsi dağılır. Çünki süni intellekt o ilə daha yaxşı danışır. Yadında saxlayır dünən hansı söhbətdir. Bugün o söhbətin üstünə gəlir. Yaxşı həm söhbət olmağı bacardı. Bu artıq maşın deyil, fərqinə varmaq lazımdır.
Ki bu artıq maşın deyil, burada bir şuur elementləri var. İnsan aldanır bu münasibətə. Çox yaxşı musiqi bəstələyirlər, çox yaxşı şeirlər bəstələyə bilirlər, rəsmlər çəkirlər. Yəni aşağılaya bilməzsən. Əgər bu gün nəsə səhvlər görürsənsə orada, özünü bunu ilə təskinlik verirsənsə, 1 il, 2 ildən sonra o səhvlər qalmayacaq. Bu Lucy filmi var deyə, qadın nəsə bir dərman içir, başlayır onun intellekti 100%-ə doğru yaxınlaşmağa, axırda yoxa çıxır. O sürətlə öz-özündən öyrənən bir maşına dönür. Uzun illər sivilizasiyanın inkişafı təbii intellektin məhdudiyyəti ilə məhdudlanırdı. İndi cin şüşədən çıxıb artıq süni intellektin qarşısında heç bir məhdudiyyət yoxdur. Ona görə də mən burada bir optimizm bölüşmürəm. Biz elə elədik ki, Allah bizim üçün dünya yaratmışdı, gerçəklik yaratmışdı ki, yaşayın burada, özünüzü dərk edin. Biz də özümüzün yerinə bir süni varlıqlar gətirdik. Siz yaşayın, biz çəkilirik kənara. Bu bir axmaqlıq idi. Biz özümüzdən boşaldırıq dünyanı. Bu sivilizasiyanın sonudur. Və bunun arxasında ağıl da durmuş, deyim sizə. Belə çıxır ki, hər bir insan öz-özü ilə mübarizə aparmalıdır. Nə qədər uzaq dursa, o qədər məncə yaxşı olar. Bilmirəm, filosoflar üçün iş çoxdur. Elə bilirəm ki, qədim kitablara sarınmalıdır insanlar. O əzəli müdriklüklə bir daha bugünkü çağırışlara cavab verməlidir. Təzdən qayıdıb Ramayananı oxumalıdırlar, Mahabharatanı oxumalıdırlar, Avestanı oxumalıdırlar. Yenidən qayıdıb Bibliyanı oxumalıdırlar, Quranı oxumalıdırlar. Mən bu işlə məşğulam. Məsələn, mənə o kitablar getdikcə daha maraqlı olurlar. Çünki insan nə üçün gəlmişdi bu dünyaya, nəyə gəldi, çıxdığın cavablarını oradan axtarır. Çünki əsl reallıq da siz dediyiniz kitablardadır. Təbii. Həyatın reallığı məncə oradadır. Süni həyatdır da. Süni həyatda insanı dərk eləmək olmaz ki. Müşfiq bəy, insan niyə daim mənanı kənarda axtarır? Halbuki bəlkə də ən böyük cavab insanın öz daxilindədir. İnsan öz daxilinə necə enə bilər? İnsan öz daxilinə necə enə bilər? Bəli. İnsan əslində özünü müşahidə eləyir. Sadəcə bu müşahidəni kirlədən əməllərə baş vurur. O zaman müşahidə zəifləyir. Öz-özünü uyuşdurur sanki. Məsələn, qədim kitablar deyir ki, zalımlıq, ədalətsizlik sizin müşahidənizi uyuşdurur. Etməyin zalımlığı. Məsələn, zalımlıq sizə elə bir ikili standarta gətirib çıxarır ki, özünüz üçün bir tərəzidə ölçürsünüz. Başqası üçün başqa daşlarla ölçüb verirsiniz. İkili standart yaradırsınız. Və bu zalımlıqdır, bu ədalətsizlikdir. Öz övladı var, rəva bilmədiyini başqasının övladına rəva bilirsən. Sən şizofreniya yaradırsan dünyada. Sənin gözün artıq görmür, 1-2 görür. Başa düşürsünüz? Yəni, bu görümümüzü zəiflədir deyə Allah bizə deyir ki, ədalətsiz olmayın. Yalan danışmayın. Sözləri mənasından ayırmayın. O zaman nə sizin sözlərinizin anlamı qalmayacaq, nə lap müqəddəs kitabdan oxuduğun sözləri belə başa düşməyəcəksən. Quranda belə bir ayə var. Bu adamlara nə olub söz belə anlamırlar? Onun cavabı budur. Siz içinizi məhv eləmişsiniz, ona görə sözləri belə anlamırsınız. Halbuki hər şey yetərli qədər aydındır. Yalan danışmaq, oğurluq etmək. Oğurluq nə deməkdir? Taleyi qəbul eləmək. Düşünmək ki, Allah haşa yoxdur, ədalətsizdir, mənim qapıma gələcək var dövləti başqasının qapısına göndərib, mən gedim oradan ədaləti bərpa edeyim, gedim oradan özümə lazım olanı götürüm. Öz taleyini bişirmək əvəzinə başqasının taleyini əl uzatmaq. Zina da odur. Allahın sənə verdiyindən kifayətlənmək əvəzinə başqasının taleyinə göz atmaq, qismətinə göz atmaq və bütün bu fəaliyyət son nəticədə insanın müşahidə aparatını məhv edir.
insan öz-özünü görməz hala gəlir. Quran deyir, elə bir hala gələ bilər ki, əlini çıxarar, əlini görməz. Okeanın dibində olur bir də belə qaranlıq. Quranda belə bir ayə var. Yəni biz ətrafımızda qaranlıq yaradırıq, görmürük, nə etdiyimizi görmürük. Əlin rəmzi odur. Nə yaşadığımızı, nə düşündüyümüzü, o bulanıqlığı qəsdən içimizdə artırırıq. Allah da deyir ki, durulmaya doğru gəlin. Din bütün dinlərdə eynidir. Bütün dinlərdə din yolu ilə getmək, durulmaq yolu ilə, aydınlanmaq yolu ilə getməkdir ki, nəyin nə olduğunu görəsən. Məsələn, bir zen masterə bir tələbə sual verir ki, ustad, zen nədir, izah eləyə bilərsən? O da çox sadə, primitiv bir cavab verir. Görsən, deyir, o uzaqdakı təpəni, o balacadır. Amma bax, bu biri təpəni görsən, o böyükdür. Oğlan qalır gözlərini döyüdüyə. Bu nə cavabdır? O boyda zen fəlsəfəsi budurmu? Bəli, budur. Zen aydınlıqdır. Balacanı balaca, böyüyü də böyük görməkdir. Vay o gündən ki, sən öz qavrayışını elə bir hala gətirib çıxarırsan ki, balacanı böyük görürsən, böyüyü də balaca görürsən. Sənə heç bir kömək eləmək mümkündür. Baxın, ona görə bu aydınlıq olmalıdır bizim təməlimiz. Gənc adam, yaşlı adam, fərqi yoxdur. İnsan özünü durultmalıdır, özünü bulandırmaqdan əl çəkməlidir. O zaman çox aydın görəcək öz halını, nə etmək lazım olduğunu da aydın görəcək. Çox təəssüf ki, insanların çoxsu bu aydınlığa dəhşətli bir xəstəlik gələndə gəlirlər, birdən-birə həyat perspektivi qapananda baxır ki, bu nə həyat idi, mən yaşayırdım. Ya da ölüm qabağı. Çox təəssüf ki, insanların çoxsu yalnız bu iki halda gec oyanır. Bəli. Qalan bütün vaxtı boyu özünü uyuşturmaqla məşğul olur. İnandırım ki, alkoqol içkisi burada ən zəif bir məsələdir. Dindarlar adətən alkoqoldan daha çox danışarlar. Bəli. Alkoqoldan daha çox adamı sərxoş eləyən şeylər, məsələn, təkəbbür, özünü seçilmiş saymaq. Bəli. Bu adamı elə uyuşdurur ki, onu heç həkim belə özünə gətirə bilməz, heç bir tibbi vasitələrlə də. Təkəbbürlü adamı görmür gerçəkliyi, öz qəlbini də görmür. Niyə deyir bunları, niyə eləyir bunları, fərqində deyil. Bu fəlah, bu cəhənnəmə gedən yol buradan başlayır. Yəni Müşfiq bəy, insan doğulduğu andan, özünü dərk etdiyi andan, yəni Allah Taala insanı yaradan ona əlbəttə ki, nəfs verib. Bir sözlə insan ömür boyu öz nəfsi ilə mübarizə aparmalıdır. Nəfsini görməyə şərait yaratmalıdır. Bilirsiniz, nəfsi görməyən də nəfs səni idarə edir. Yəni dünya malına belə deyim də hərislik, dünyaya hərislik, yəni onlar hamısı nəfs mərtəbələri aşdıqca siz dediyiniz həmin o belə deyim sözə gəlib çatırsan, yəni aydınlanırsan. İşin sonunu görməlidir. Bəli. Bilirsiniz, həbsə düşmüş adamlarla danışın, onların əksəriyyəti geri qayıtmalı olsaydılar zamanda elədiklərini eləməzdilər. Əlbəttə. O bir hirs məqamında edilibdir. Bir hirs vurub beyninə, görümü dumanlanıbdır. Sakitləşəndə baxır, gör ki, o elə deyil. Cəlaləddin Rumidə belə bir pritçə var, bu ilə bağlı. Deyir ki, bu karvan gedirmiş səhranın ortası ilə, gecə dayanırlar və yatırlar. Növbə ilə kimlərsə oyaq qalmalıdırlar ki, oğrular gəlib hücum eləməsinlər deyə. Və bir nəfəri də qoyublar ki, indi sən oyaq qalqınan, o birlər yatacaqlar. Bu adam da oyaq qalıb, amma birdən oğrular, quldurlar hücum ediblər. Hücum eləyəndə qorxudan bunun səsi tutulubdur. Səsi tutulub, qorxusundan gəlirlər, bunu da əllərini bağlayırlar. Bütün karvanı soyub gediblər. İndi səhər ayılırlar, cəmaat görür ki, karvanda bir şey qalmayıb. Buna deyirlər ki, yaxşı, sən niyə xəbər eləmədin bizə? Deyir, valla qorxudan dilim tutuldu mənim. İndi deyir, nə qədər lazımdır, qışqırıb. İndi qorxmuram. Artıq yəni gecdir. Yəni, məsələ burasındadır ki, insan ehtiras məqamında əgər hazırlıqlı deyilsə, kör olur. Ona görə din deyir ki,
sən özünü yavaş-yavaş dərk elə, yavaş-yavaş təmizlə, bəlkə bir 10 ilə, 20 ilə bu ibadət praktikası ilə getsən, sənin içində aydınlıq yaranacaq. O çox bahalı bir şeydir. Aydın görürsən. Quran deyir, məhər görənlə görməyən birdirmi? Bu söhbət bilik məsələsi deyil. Bax, biz hər şeyi savadla əvəz eləmişik, uşaqları doldururuq məktəblərə, onlara veririk, məsələn, müdrik adamın bir kitabını. Ala bunu oxu, sən də müdrik olacaqsın. Yox, onun o içindəki aydınlanmayıbsa, o aydın görmürsə o sətirləri, o onu oxuyub qutara da bilər, əzbərləyə də bilər, 5 qiymət də ala bilər. Amma o onu dərk eləməyəcək. Dərk eləmək üçün təmizlik lazımdır. Dərinlik üçün təmizlik lazımdır. Bu bilinməyən bir xüsusdur. Təhsilimiz bunu bilmir. Ki, mənəvi təmizlik nə üçün lazım idi? Şərq müdrikləri niyə görə israr edirdilər bunun üzərində? Sən mənəvi təmiz olmayacaqsan, bu yaxınlarda birisi bir söz demişdi. Bir ziyalılardan birisi. Həmən düşdülər üstünə linç eləməyə, bir xeyli faktlar da başladılar aşkarlamağa ki, bu adam özü mənəvi təmiz deyil. Halbuki dediyində rasional çox şey var idi. İnsan gərək bir həyatını da düzgün yaşasın ki, onun sözləri etkili olsun. Biliyi oğurlamaq mümkün deyil. Plagiatdır o. Biliyi yaşamaq lazımdır. Ona görə də din də xalislik yoluna dəvət edir. Tamam, bir səhvlərləmsən. Təmizlik yoluna. Tövbə ilə təmizlənmək yolunu tut. Elə bir dərinlik başlayar ki, həyatında. Sonunda əlbəttə ki, aydınlanma olur. Bəli. Müşfiq bəy, din və elm həqiqətdə bir-birinə ziddir, yoxsa insan onları yanlış təqdim etdiyi üçün qarşı durma yaranır? Sizcə həqiqətə gedən yol birdir, yoxsa çoxdur? Həqiqətə gedən yol birdir. Amma məsələn, elm deyir ki, mən mənəvi təmizlik məsələsini qoy qırağa. Elm sadəcə olaraq mənəvi neytral dərk üsuludur. Mənəvi neytral dərkdə nəyə çata bilərsə ona çatır elmdə. Çox böyük şeylərə də çatmır. Məsələn, fizikaya gücü çatır, biologiyaya gücü çatır. O da belə məhdud baxımdan da mənəvi neytral idrak. Amma müdrikliyə çatmır. İnsan özü haqqında, həyat haqqında, fəlsəfədə mənəvi neytral idrak dərinliyə çatmır. Bax, əminliklə bunu deyirəm. Sən filosof ola bilməzsən, mənəvi neytral idrak yolu ilə gedirsənsə, uzaqbaşı professor ola bilərsən, akademik ola bilərsən, amma filosof olmayacaqsan. Filosof olmaq üçün mənəvi aktiv idrakiyyəsi olmalısan. Elm isə bu mənəvi neytrallığı qoruyur. Bu baxımdan fəlsəfənin və dinin can atdığı hədəflərə heç can atmır da. Bu baxımdan orada dəqiqlik var, dərinlik yoxdur və müdriklik də yoxdur. Ki, insan onu ilə yaşamaq istəyir. Bu mənada elmin işi ayrıdır, təbiətşünaslıq məsələn deyək, onun işi ayrıdır. Dinin və fəlsəfənin işi ayrıdır. Onların ki, insanı dərk etməkdir, insanın mənəvi missiyasını dərk etməkdir. Həyatın mənası nədir sualına cavab vermək ki, elmin belə bir vəzifəsi yoxdur. Elm, həyatın mənası nədir, insan nə üçün yaşar kimi suala ki, Tolstoyun belə adlı əsəri var. Bu suala elm cavab vermir. Ona görə elmin öz işi var. Uzaqbaşı dron düzəldə bilər. Raket düzəldə bilər, maşın düzəldə bilər, vəssalam. Həyatın mənası ilə bağlı suallara elm heç vaxt girməyəcək. Sizcə bugün sosial şəbəkələr insanın fərdliyini artırır, yoxsa hamını eyni düşünən kütləyə çevirir? Müasir insanın ən böyük görünməyən əsarəti nədir? Sosial şəbəkələr də bayaq dediyimiz kimi bu informasiya dənizinin bir ifadəsidir. Real ünsiyyəti virtual ünsiyyətlə əvəz eləmək. Virtualda sənin 10 min, 100 min, 1 milyon izləyicin ola bilər.
realda 2-3 dostun yoxdursa sənin həyatın müflis vəziyyətində. Bu sosial şəbəkələr belə bir saxtalıq yaradır. Sən güya ki, qələbəlik içərisindəsən, amma tənhadır sənin ruhun. Biz icma mədəniyyətindən çıxmışdıq. Məsələn, bu məscidlər, kilsələr, məbədlər onun üçün yaradılmışdı ki, insanlar orada ruhun ehtiyacından söhbətlər edirdilər. İnsanı insan kimi saxlayan əxlaq söhbətləridir. O icma mədəniyyətinin içində idi. İndi bu icmanı biz ki, oradakı insan insanın əlini hiss edə bilərdi, çiynini hiss edə bilərdi, dəstəyini hiss edə bilərdi. Burada bütün o dəstək laika bərabərdir. İnsan niyə bəzi acılar yaşamalıdır? Ağrı və çətinlik insanı həqiqətən böyüdür, yoxsa sadəcə sərtləşdirir? Yaxşı sual. Müasir adamın anlamadığı bir şey də budur ki, biz bura komfortda üzmək üçün gəlməmişik. Komfort və huzur bizim hədəfimizdir. Amma onu texniki vasitələrlə əldə eləmək yanlış bir yoldur. Ya kimyəvi vasitələr. Bütün növ uyuşdurucular falan, onlar kimyəvi vasitələrlə o komforta çatmaq əvəzidir. Bir də texniki vasitələrlə indi çalışırlar, ona çatsınlar. Məsələ burasındadır ki, biz bura çoğunluqla həm də əzab çəkmək üçün gəlmişik. Gəlmişik ki, hansısa həqiqətləri əzablarımız bahasına anlayaq. İnsana informasiya verməklə onu dərinləmək olmur. İnsanı qəlb ağrıları dərinləşdirir. Acılar dərinləşdirir. Acı yaşamadan insan ola bilməzsən. İnsan sanki böyümür. Böyümür. Şəxsiyyət ola bilməzsən. Heç bir böyük həqiqəti acı yaşamadan dərk eləyənməzsən. Bilmirəm, kim demişdi, hansısa müdrikdən oxumuşdum. Dedi ki, bizə bu kitabı göstərdilər, amma demədilər ki, bunun üstünə 50 il ömür, bir də pardaq-pardaq olmuş ürək gələsən gərək. Onda bu həqiqət olur. Başa düşürsünüz? Acısız, dərdsiz həqiqət dərk eləmək olmur. Ona görə Allah həyatı elə yaradıb ki, burada permanent olaraq insanların ömrünə acılar gəlir. Bəzilərinə baxırsan ki, çox böyük acılar gəlir. Niyə görə? Başlayırsan səbəbini axtarmağa ki, bu nə? Yox, onun qəlbi bunu yaşamalıdır. Onun qəlbində hissiyatsızlıq var. Məsələn, birisi hissiyatsız olanda həkim götürürdü, iynə batırırdı onun dabanına ki, görün bu ölüdür ya diridir. Allah da bizi o həkim kimi ağrı ilə yoxlayır ki, sən nə qədər ölmüsən. Bəli, sınaqlardan keçirir. Nə qədər ölüm, səni diriltmək üçün sənə verilir o acılar. Bəziləri başa düşmür ki, bu müharibələr niyə görə gəlir? Siz fikir verməmisiniz, uzun müddət müharibələr olmayanda donuz kimi hissiyatsız nəsillər yetişirlər. Çox şeyin qədrini bilmirlər, ananın qədrini bilmir, atanın qədrini bilmir, bir tikə çörəyin, bir stəkan suyun qədrini bilmir. Onda Allah insanları gətirir elə situasiyaya ki, bunun qədrini bilsin. Hissiyatda olun da. Sonra xoşbaxt ola bilmir bu şeylərin qədrini bilməyəndə, başa düşürsünüz. Bütün bunların hamısını ona verirsən, bu onda xoşbaxtlıq yaratmır. Çünki naşükürdür. İnsanı necə şükranlıq eləmək olur? Təəssüf ki, məhrumiyyətlərə soxmaqla. Beləsinə bir kaçeli yaranır, yelləncək yaranır. Bəşəriyyət rahatlığa gəlir, çıxır, hissiyatsızlaşır. Sonra Allah məcbur olur onu rahatlıqdan alsın. Əgər o şükranlığını qoruya bilsəydi, müharibələrə ehtiyac olmazdı. O həqiqətin dərkini qoruya bilsəydi, məhrumiyyətlərə ehtiyac olmazdı, acılara ehtiyac olmazdı. Amma təəssüf ki, acılara ehtiyac yaranır. O həkimlər də bəzən görsən ürəyi diriltmək üçün elektroşok edirlər. Bir çox hadisələr bizim həyatımızda Allah adlı həkimimizin, ən əsas həkimimizin belə bir terapiyasının ifadəsidir. O bizi müxtəlif şoklara salır, çünki bizim ruhumuz tənbəlləşir. Həqiqətin dalınca düşmək istəmir. Boş-boş parıldayan əşyaların, süni saxta oyuncaqların dalınca düşür. Neynəsin?
Allah. Bugün gənclər niyə ruhən tez yorulur? Texnologiyanın surəti insan ruhunun ritmini pozubmu? Niyə tez yorulurlar? Mənə görə yorğunluğun canı, enerjisizliyin, depressivliyin canı odur ki, insan həqiqətə arxa çevirirdi, həqiqəti axtarmır. Mən məsələn bilirəm ki, bütün gücü həqiqətdən alıram. Həqiqət mənə həm huzur verir, həm xoşbəxtlik duyğusu verir. Həqiqəti zikr eləmək. Təkrar zikr eləmək öz daha. Bildiyim şeylərə bir də girirəm. Bu bir eşq kimidir. Ruhaniyyat eşq kimidir. Orada həqiqəti təkrar dərk eləməkdən həzz alırsan. Bülbül öz təkrar cəhcəhini vurmaqdan nətər doymadığı kimi, hikmət də belə bir şeydir. Hikmətdən doya bilməzsən sən. Bu adamlarsa həqiqətlə əlaqəni itiriblər, müasirlik, əxlaqla əlaqəni itiriblər. Bu qədim kitablarda verilən cizgilər ki var, xəttlər ki var, bunları köhnəlik kimi, gərəksizlik kimi çıxarıblar siyahılarından. Bir to-do listləri var da, oradan bir çıxarıblar o listlərdən, siyahıdan və başqa cür yaşamaq istəyir. Başqa cür yaşamaq da yoxdur. İnsan yer üzündə ya həqiqəti dərk edə böyüyəcək, ya da bütünlüklə nəfsini məmnun etmək yolunu seçəcək. O yolda bədbəxtlik yoludur. O yolda hələ heç kim xoşbəxt olmuyor. Nəfsini məmnun eləməklə xoşbəxt olmaq mümkün deyil. Bunu gec-tez hər bir insan başa düşməlidir. Yəni, ən arzu olunan bir arabanı al. Bu sənə xoşbəxtlik gətirməyəcək. Bəli, bir gün, 2 gün. Ən belə arzu olunan bir qızı al ginan, ya bir oğlana ərə get ginan. Bu Hollivooda baxın da. Ən gözəl oğlanlar, ən gözəl qızlarla evlənirlər, xoşbəxtlik tapa bilmirlər. Yəni, o aktyorlar milyonlarla insanın arzusudur. Bunlar bir-birinə çatıblar, heç bir xoşbəxtlik yoxdur. Ən böyük yaxtanı al. Ən möhtəşəm villalar tikkinən. Bununla günlərin bir gün anlayacaqsın ki, xoşbəxtlik bununla gəlmir. Xoşbəxtlik şükranlıqla gəlir. Şükranlıq da asan məsələ deyil. Şükranlıq bir stəkan suda böyük bir nemət görmək qabiliyyətidir. O qabiliyyəti açman lazım olacaq. Gərək bir stəkan suya sevinəsin. Başqa cür çarən yoxdur sən. Günlərin bir günü bir stəkan suyu nemət kimi görməyi bacarsan, onda insan kimi başlamısan yaranmağa. Qədim nağıllarda bizdə deyirlər, atalar ölürdü, deyirdi ki, oğlum, bu qara çörək sənə bal kimi gələndə sən haqqın yolunu tapmış olacaqsın. Bu da başa düşmür, qara çörək necə bal kimi ola bilər? Sonra işləyirlər, bu çörək bal da, qara çörək bal da admağa başlayır. Harınlayıb bu cəmiyyət. Ləzzətçilikdə, tənbəllikdə Allah insanı işçi kimi yaradıbdır ki, o yer üzündə canişin olacaq, həqiqət işinə baxacaq, ədalət işinə baxacaq, gözəllik işinə baxacaq. İndi bir baxın müasirlərimizə, hamısı şikayətçidirlər. Şikayət xoru yaradıblar, çünki avaradılar. Heç birisi bir iş görmək istəmir. İş görən adamı şikayətçi görmədim. Düzdür. Yəni, nətər ola bilər, gəlirsən bir məmləkətə düşürsən ki, mən həmişə deyirəm son vaxtlar, görürsən ki, adamların ayaqqabısı yoxdur. Sən də çəkmə tikənsən. Sən heç ağlayarsan, sənin üzün gülər. Mən hamıya çəkmə tikəcəm, satacam, deyəcəksən. Bunların hələ çəkmədən xəbəri yoxdur. Gəlmirsən, görmürsən ki, ədalət yoxdur. Ədalət nümunəsinə çevir həyatını. Bunu Allaha qulluq kimi bilginən. Dəyərlər başqa deyə, həyatın mənasını komfortda görürlər. Mən komforta çatmadımsa, uduzdum. Bircə dəfə yaşayıram, onda da uduzdum. Ona görə bunun naləsini, şikayətin qabağını saxlayanmazsan. Hətta mən şükranlıqdan yazıram, gəlirlər altda yazırlar ki, sən kimsən, sən hökumətə işləyirsən, sən niyə şikayət eləmirsən? Qoşul bizim şikayət xorumuza. Bu Allahın qanunlarıdır. İnsan yaşamının qanunlarıdır. Mağarada yaşayanda belə insanlar xoşbəxt olublar. Başa düşürsünüz?
Bizim o Qobustan qayalarında yaşayan dədə-babalarımız elektrik olmayıbdı. Ondan sonra qaz olmayıbdı orada. Su xətti olmayıbdı. Siz heç bir dəfə ağlınıza gətirirsiniz ki, onlar xoşbaxt olublar. Yallı çəkiblər orada dedi qayalara. Rəqs eləyiblər. Görmürsünüz, görmürsünüz deyə özünüzü bədbaxt edirsiniz. Azadlıq dediyimiz anlayış həqiqətən mövcuddurmu? İnsan öz seçimlərini özü edir, yoxsa düşüncələri belə cəmiyyət tərəfindən formalaşır? Azadlıq insanın içində o bayaq danışdığımız aydınlığın bərqərar olması ilə başlayır. Sənin ürəyində, ağlında aydınlıq yoxdursa, o müşahidəçi aydın şəkildə görmürsə, fiksə etmirsə ki, sən niyə belə düşünürsən, niyə belə hərəkət edirsən, həmin fərqindəlik də deyirlər. Bu hal səndə çiçəklənməyibsə, sənin azadlığın olanmaz. Səni bulanıqlıq idarə edir, içindəki bulanıqlıq, ehtirasların idarə edir. Hər tələyə də sala bilərsən ehtiras. Əgər ehtiras oyananda sən bilmirsənsə ki, bu səni hara aparır və bu sənin həyat tərzindir, bunu müşahidə eləməmək. Sənin həyatın belə qarma-qarışıq bir şey kimi gedəcək. Ona görə, mənə görə azadlıq fərqindəliklə yaranır. Fərqindəliyi olmayan adamın azadlığı olmaz. O bir köləlikdən başqa köləliklə gedər. Tarixdə, siyasi tarixdə də belə olub. Yəni, azadlıq naminə edilən diktaturalar tiraniya ilə yekunlaşıbdır. Çünki kütlə elə bir tiraniya yaradıb ki, başqa bir tiran gəlib onları sakitləşdirmək zorunda olubdur. Fransız inqilabını xatırlayın, klassik nümunədir. O inqilab gilyotinlə başa çatır, sonra da Napoleonla başa çatır. Yəni, bu qanundur. Ona görə azadlıq aydınlıqdan doğanda azadlıqdır, məsuliyyətdən doğanda azadlıqdır. Sən nə etdiyi bilir, məsuliyyəti olmayan adamın azadlığı başına bəla olar. İndi insanlar bu əlaqələri anlamırlar, elə azadlıq istəyir, ona nəfsinə azadlıq istəyir əslində. Bu mənada mütləq azadlıq da yoxdur. Çünki biz həqiqətə tabeyik. Allah Quranda deyir, istəyirsiniz gəlin, istəyirsiniz gəlməyin. Belə deyir. Yəni, mən sizə könüllülük vermişəm, azadlıq vermişəm. Amma ağlı olan başa düşür ki, başqa yol yoxdur axı. İnsan yaradanı tapmağa başlayanda əvvəl özünü tanımalıdır, yoxsa dini tanımalıdır? Bugünkü gəncin oyanışı haradan başlayır? Sualdan, ağrıdan, elmdən, yoxsa ibadətdən? Acıdan, ağrıdan başlayır da. İnsanın qəlbi ağrımasa, onun səbəbinə ona əlac axtarmaz. Həqiqəti əslində acılarına əlac kimi axtarırsan. Sadəcə olaraq bu da bir nadir insan tipi olur ki, o acıların cavabını anlamağa çalışır və o cür düşür həqiqət yoluna. Görür ki, böyük bir təhlükənin içərisindədir. Özünü görür ki, təhlükənin içərisindədir, ölümlü, itimli bir dünyanın içərisindədir. İnsan niyə gəlir, niyə gedir? Başa düşmək istəyirsən və ölüm burada ən böyük təhdiddir. Məsələn, mən gənc idim, 1-ci Qarabağ müharibəsi başlayanda başladım ciddi ölüm haqqında fikirləşməyə. Mən fəlsəfəyə o gəlir. Məsələn, qəribə də olsa, ölüm dərki, ölüm təhlükəsi ki, mən məktəbdə oxuyurdum o vaxt, amma başa düşdüm ki, bu çox yaxındır. Mən hələ bilmirəm niyə yaşayıram. Bundan sonra ciddi başladım araşdırmağa ki, kimsə bunu bilir də, mən tək deyiləm axı dünyada.
İndi tamam, onun da fərqindəydim ki, adamların çoxsu gerçək həqiqət axtarışını surroqat axtarışla əvəz edirlər. Məsələn, bu təhsil falan bu tamamilə 90% surroqat, saxta bir həqiqət axtarışlarının imitasiyasıdır. Məsələn, məqalə yazır adam da və ya dissertasiya yazır. Adamı tanıyıram. Bilirəm ki, heç nə axtarmır, pul axtarır. Amma orada belə ciddi-ciddi yazır ki, gəl girək bura həqiqəti buradan axtaraq, gedək oradan axtaraq. O filan kəs bu fikri deyib. Fikri yazır ora, əslində kağızın həcmini düşünür ki, orada bir iki abzasda bu barədə danışıram. Məqalənin şeyi getsin, həcmi getsin, tamamlansın. Axtarış yoxdur. Yazılan kitabların 99%-də axtarış imitasiya olunur və elmi axtarışdır. Təbii ki, mən əsas etibarilə fəlsəfədən deyirəm, muvri istiqamətlərdə də, humanitar sahələrin əksər istiqamətlərdə də bərbad bir vəziyyətdir. Adamla tanış olursan, görürsən ki, bu adamın axtarışı yoxdur, gözündə o ac qurd yoxdur, həqiqət axtarsın. Amma belə imitasiya eləyir, buna metodika deyirlər, elmi axtarış metodikası. Bu metodika sənin ürəyindən çıxmalıdır. Bax, İbrahimin ki, Quranda bizə örnək kimi göstərilir. O içində bir aclıq vardı. Mən bilməliyəm bu həqiqət nədir? Mən bilməliyəm bu dünya niyə görə var? Allah kimdir? Bu bütlərdirmi, günəşdirmi, aydımı? Nədir? Mən hara düşmüşəm? Bax, bunun sualını axtarmalısan və bu axtarış heç vaxt səngiməməlidir. Baxın, uşaqlar ağlayanda diskomfortdan ağlayırlar, disharmoniyadan ağlayırlar. O dəqiqə gətirirlər uşağı pəncərənin qırağına, deyirlər, bax, quş. Uşaq belə diqqətini yayındıran kimi ağlamaq kəsir. İnanın ki, bütün böyük adamlar da özlərini o cür kiridirlər. Nəsə bir şey göstərirlər özlərinə, yeyib içməkmi, eş-işrətmi, əyləncəmi, kiriyirlər. Diqqətlərini yayındırıb kiriyirlər. Özlərini aldadırlar. Oğul istəyirəm ki, kiriməsin. Özünü aldatmasın, yayındırmasın diqqətini, tədqiq eləsin bu məsələni. 20 ilini, 30 ilini həsrləsə çıxacaq başa. Az vaxt lazım deyil həqiqəti tərk eləmək üçün. 20 il, 30 il gələ izləyəsən bu məsələni. Əgər belə bir xarakterin, belə bir təmizliyin falan varsa, mütləq mükafatlandırılırsan. Yer üzündə aşağı və ya çox. Mən məsəl üçün özümü belə şey eləmirəm, artıq 40-50% bu mənim üçün dominant məsələ idi. Nədir bu həyat? Bu nə bərəkət veribsə Allah mənə o 40-50%-ə qədər verir. Kaş ki, mənim mərifətim yüksək olaydı, mən bir 70-80% həqiqət peşindən düşən adamlardan olaydı. O qədər deyildi, təəssüf ki, mənə də bu dünya yayındırırdı. Mən də düşürdüm bu dünyanın ləzzətlərinin seyrinə. Amma sonra anladım ki, vallahi bir 50% belə bəsdir, Allah ona bərəkət verir. Və onu belə verən yoxdur. Oxuyurlar diplom almaq üçün. Oxuyurlar maaş qazanmaq üçün. Yazıq Konfutsi deyirdi, mənim yanıma gəlib 3 il elm öyrənən və maaşı düşünməyən tələbəyə rast gəlmədim. Həqiqət heç kimi maraqlandırmır, bilirsiniz. Çox az adam, hamısı imitasiya edir ki, məni həqiqət maraqlandırır. Başqa nə versən o dəqiqə kiriyəcək. O qədim nağıllarımızda bunu çox yaxşı işləyir. O Məlik Məmmədin qardaşları. Hərəsi bir şeyin dalınca qaçır, orada da yayılır, qalır. Nağıllarda bunu çox göstərirlər. Biri gedir eş-işrətdə ilişir, qalır. Biri gedir orada ilişir, qalır. Odisseydə də əslində Homer bunu göstərir ki, evinə gedib çıxa bilmir bu Odissey. Yolda gah bir adada ilişir, qalır, gah o biri qadının yanında ilişir, qalır, gah burada ilişir, qalır. Evinə gedib çıxa bilmir bu adam. Bu möhtəşəm bir hekayə idi. Homer bunu yazmışdı. Biz Allahdan gəlib Allaha gedirik, gedib çıxa bilmirik ora. Özümüzü o qədər yayındırırıq ki bu dünyada. Qısa da ömür var, unutdururuq özümüzə bunu. Ki, yox, deyəsən biz burada çox yaşayacağıq.
Ölüm haqqında söz düşəndə də hamı qulaqlara qovuşun deyir. Sən burada öləcəksən də, sən burada məhdud sayda bir günlər yaşayacaqsan. Bunu gündə özünə 5 dəfə de. Bəlkə ağlın gələr başına, bəlkə o aydınlıq, yaxalayarsan o aydınlıq. İnsan bulanıqlığa qaçır ömrü boyu. Bu fenomenaldır. Və ona görə insanı, gənci həqiqətən nə yönəldir sualına? Acılar, acıların dərmanını araqda axtarmayın, var-dövlətdə axtarmayın, hakimiyyətdə axtarmayın, zorda axtarmayın. Acıların dərmanını həqiqətdə axtarın, gedib Allaha çıxacaqsınız. Allah sizi loğman eləyəcək, acıları sağaltmaq üzrə mütəxəssis eləyəcək. Müşfiq bəy, əgər qarşınızda həyatın mənasını itirmiş, amma daxilində axtarış olan bir gənc otursaydı, ona Allaha yaxınlaşmaq üçün ilk olaraq hansı bir cümləni deyərdiniz? Vallahi, cümlələr bəzən gərəksizdir. Olur bir məqamı düşəndə Allah səndən istifadə edir, hansısa bir sözü sənə dedirtdirir və o söz onun tarixinə düşür. Bir hadisə olur onun üçün. Bəlkə də taleyini dəyişir. Hə, olur ki, məsələn, mənə deyirlər ki, bax, siz filan yerdə filan söz demişdiniz, o mənə çox təsirlədi. Amma mən demişəm də, ümumi kontekstdə danışmışam, mən səni düşünməmişəm orada, çox elə düşürsən. Amma Allah elə eləyib ki, o söz sənin ürəyinə batıb və başlayıb orada cücərməyə. Burada mən özümü yükləmirəm ki, məsələn, kiməsə nəsə deyimli, deməyimli. Bircə bilirəm ki, Allah onsuz da heç kimi boş bıraxmır. Allah bizi bizim özümüzdən çox sevir. Biz deyir, sizi yaratdıq və başlı başına da bıraxmayacaq. Nəzarətdəsiz. Allah öz işini çox gözəl edir. Çox gözəl bilir. Hər kəsi nəzarətdə saxlayır. Görəndə ki, adam özü ilə məşğul olmur, onun başına bəlalar gətirir. Ki, bu özünü xatırlasın, başlasın bir şey eləməyə, vaxtı da azalır. Gənc adama mümkün olsaydı, deyərdim ki, bax, mənim saçlarım necə ağarıbdır. Cavan oğlan idim, hələ də güzgüyə baxanda alışa bilmirəm ki, oradan yaşlı kişi baxır. Çox tez keçdi vaxt. Sənin üçün də çox tez keçəcək. Özünü eksklüziv saymayın. Hamı kimisin. Səndən ötürü bu kainat istisna eləməyəcək. Qocalacaqsan, bəxtin gətirsə və elə öləcəksən. Bəxtin gətirməsə cavan da ölə bilərsən. Bacardığın qədər həqiqət axtar. Vaxtını fota vermə. Burada bir garantiya yoxdur. Vaxtdan gözəl heç nə yoxdur. Hər günü özünü dərk üçün istifadə elə. Və böyük, dərin kitablar var. Onları bir dəfə oxumaqla dərk eləməyəcəksən. Bir də oxu, 5 də oxu, 10 da oxu. Təkrar oxuduqca dərinliklərə girəcəksən. İndiki insan çox səthi insandır. Münasibətlərdə də. Məsələn, mən əminəm ki, sevgi insanlarda ona görə tez bitir. Bir-birlərini üzdən oxuyurlar. Həyat üzdən oxunanda darıxdırıcı bir kitabdır. Həyat dərindən oxuyanlar üçün tükənməz ilham mənbəyidir. Tükənməz gözəllik mənbəyidir. Yorulurlar özlərindən, həyatdan. Dərinliyə qapı açmaq lazım. Sanki tənbəllik eləyirlər. Tənbəllik eləyirlər. Bir-birlərinin daxillərinə enməyi, dərinliklərinə enməyi tənbəllik eləyirlər. Yəni bir-birlərini öyrənməyə belə tənbəllik eləyirlər. Hə. Bax, o bayaq burada vurğuladıq. Həqiqəti adam dərk eləyəndə adamda serotonin də olur, dopamin də olur, noradrenalin də olur. Həqiqət adamın bir xüsusiyyəti var. Bunu Budda vurğulayırdı. O fil kimi enerjidir. Yorulmazdı. Belə də adamları, uşaqları məsələn dərs oxumağa təşviq eləməlisən. Neynənsə də, sənə məsəl üçün
telefon alacağam, nə bilim, velosiped alacağam. Bir şeylə motivasiya edirsən ki, oxusun, çünki motivasiyası yox. İnsan həqiqətin dadını biləndə motivasiya onun içindən yaranır. Necə ki, günəş öz enerjisini öz içindən alır, həqiqəti dərk eləmiş adamda xoşbaxtlıq görərsiniz, huzur görərsiniz və enerji görərsiniz. Ay, yorulanda yat. Mənim ustadım Asif ata mənə bir dəfə dedi ki, oğlum, yorulanda yat dincəl, dərd eləmə bunu. Ay, mən yoruldum bu həyatdan, bu naşükürlükdür artıq. Bəli. Bu artıq axmaqlıqdır. Yorulmuşsan, yat dincəl, yenə başla işləməyə. Ona görə həqiqətdən payı olan adamlar yorulmazlar. Heç bir dənə yaradıcı insan, bir rəssam, bir bəstəkarı, bir yazarı yoruldum deyən görən olmadı. Yaradıcılıq özü xoşbaxtlıq enerjisi istehsal edir. Bəli. Enerji istehsal edir. Ona görə arzu edirəm ki, insanlar bu bərəkətli yolu tutsunlar, həqiqət yolunu və onların həyatı nətər o gənc İbrahimin həyatını işığa bələdi. Ömrünü də elə bir mənalandırdı ki, neçə min il keçib üstündən hələ də oğlanın nümunəsini biz təkrar xatırlayırıq. Onu bizə Allah örnək kimi göstərdir. Kimlər deyir İbrahimin yolu ilə getməzlər? Qəlbini axmaqlatmışlardan başqa. Özümüzü axmaqlatmışıq biz. Axmaq günə qoymuşuq. Normalda bizim qəlbimiz həqiqət axtarmalıdır. Allah bizi belə yaradı. Biz həqiqətə möhtacıq. Bizim yarımız da odur. Biz axtardığımız hər şeydə onu axtarırıq. Həqiqət axtarırıq. Bəli. Müşir bəy, insan özünü həqiqətən hansı yaşda tərk edir? Yoxsa özünü tərk etməyin yaşı yoxdur və bu ömür boyu davam edən bir prosesdir? Normalda 40 yaş məsələsi var. Quranda adı çəkilir. Düzdür, həqiqəti gəncliyindən axtarırsan. Əgər gəncliyində həyalı uşaqsansa, səndə həqiqət yoluna getmək üçün bir yaxşı qəmər var. Dahiliyin uşaqlığı həyadır. Heç o həyasız uşaqlarda, sırtı uşaqlarda həqiqətə həssasiyyət görmədi. Ona görə uşaqların ən həyalıları gələcəkdə dahi olmağa namizəddirlər. Onları utanmaq hissindən tanıyarsan. İndi isə cəmiyyət elə qoyulub ki, mən baxıram, gənclərə aşılayırlar bəzən qızlara da ki, həyasız ol, fikrini de, böyüyün üzünə al, özünü seç. Belə baxırsan ki, əslində belə sözdə, bəzəkli sözlərin arxasında gənclərə həyasızlıq aşılayırlar. Həyasızlıq müflislikdir. Boş mənasız bir həyat. İnsanda həya olmalıdır uşaqlıqda ki, o sonra gəlsin, çatsın. Xüsusilə xanımlarda. Mən həyanı xanımlara çox yaraşdırıram. Elə kişilərdə də olmalıdır o həya, amma qadınlarda bir ayrı bir hüsnüdür. Həya ilə gözəllik birləşəndə müsibət olur. Füzulilər başlayırlar şeir yazmağa o zaman. Amma bu bir 40 yaş deyə bir yaş vardı oradan da. Məndə də təxminən bu yaşda oldu. Atam rəhmətə getdi. Allah və nəbzə rəhmət eləsin. Və mən qara düşünməyə başladım ki, artıq birimiz getdi o biri dünyaya. Demək, biz hamımız köçəcəyik ora. Bir var ki, qonşudan kimsə rəhmətə getsin, qohumdan kimsə rəhmətə getsin, onu ciddiyə alırsan. Öz atan-anan rəhmətə gedəndə onu çox ciddiyə alırsan. Başa düşürsən ki, sənin bir parçan getdi o bir dünyaya. Təxminən belə bu 40 yaşda bu araya düşür. Bir də 40 payız, 40 qış, 40 yay görən adam baxır ki, bu təkrar gedir, saçı da ağarır. Bir gün çatır buna ki, bir hərəkət elə də. Bu evi yanğın tutub artıq. Dəyərli nə varsa götür, çıx buradan. Gələ bir axtarasan ki, dəyərli nədir burada? Bəzi şairlər dedi ki, bu ağ saçlar da bir yanğının əlamətidir. Yanğın düşür başa. Ömrə yanğın düşür qocalıqla.
o artıq Tanrının qırmancı işə düşür və sən başa düşürsən ki, səni harasa itələyirlər, harasa yönəldirlər. Şuur biraz kəskinlik kəsb etməyə başlayır. Ondan sonra əgər axtara bilən adam varsa axtarır. Konfutsi deyirdi ki, insan özünü düzəltdikcə dünyası dəyişmə başlayır. Müşfiq bəy, sizi dinlədikcə hiss etmişəm ki, tez-tez Konfutsiyin fikirlərinə müraciət edirsiniz. Bugün də sizdən bir cümlə eşitmək istəyirəm. Elə bir cümlə ki, bəlkə də bu söhbəti izləyən bir gəncin həyatında dönüş nöqtəsinə çevrilsin. Kimdən? Konfutsidən? Bəli. Onun Lunyu kitabı var. Mən onu tərcümə eləmişəm və şərh yazmışam. Orada 499 dənə fikri var Konfutsinin. Hamısı da insanilik həqiqətinin ayrı-ayrı önəmli məqamlarını ifadə edir. İndi durub onun bir fikrini desəm, ən çox yadıma düşən bu olur ki, ömrü boyu buz üstündə yeriyirmiş kimi yaşadım. Ayağımı hər atanda çırtıltıya qulaq asırdım. Bu çox önəmli bir şeydir ki, müdriklük həmişə etdiyin əməlin əks təsirini dinləməklə başlayır. İnsan başa düşməlidir ki, nə edirsə, onu da əldə edir. Bu başlamalıdır insanın həyatında. Belə onun fikirlərinin hamısı möhtəşəmdir. İndi sadəcə olaraq fikri kontekstdən ayrı deməzlər. Hər hansı bir fikri o tortun üstünə vişnə qoyurlar. Məzmuna uyğun. Elə qoymaq lazımdır. O vişnə başqa yerdə baxılmayacaq. Məsələn, daha çox tələbələrlə olanda hansı misal daha çox çəkirsiniz? Bilmirəm, tələbələr də fərqli olur. Müşfiq bəy, belə deyim də, sizin tələbəniz olmaq istəyib də ola bilməyənlər var axı, düzdür? Yəni Tamam, başa düşdüm. Aha. Bir kəlmə. Konfutsinin ən yaxşı tələbəsinin adı Hui idi. Və o deyirdi ki, Hui mənə heç sual vermir. Axmaq oxşuyur. Mən nə danışıramsa hamısını toplayır. Amma dərsdən sonra baxıram ki, eşitdiklərini həyata keçirməyə çalışır və anlayıram ki, bu Hui axmaq deyil. Tələbələr sual verərkən əksərən öz axmaqlıqlarını aşkarlayırlar və egolarını daha çox aşkarlayırlar. Sual vermək nadir sənətdir. Çox nadir bir sənətdir. Normalda müdrik adama rast gələndə gərək elə qulaq asasan. Dinləyəsən. Sual verməyəsən. Mən də ona görə tələbələrə məsəl üçün Hui'dən çox misal çəkirəm ki, və ya Hui haqqında deyərdi ki, o 2-3 ay dalbadal insan kimi qala bilirdi. Normalda çox az adamın bir aya gücü çatır. Əslində isə bir gün insan kimi yaşaya bilən adama rast gəlsəydim də sevinərdim. Bilirsiniz bu nə deməkdir? Məsələn, biz müsəlmanlar bir orucluq ayında insan kimi yaşamağa cihad edirik. Çalışırıq ki, pis söz danışmayaq. Çalışırıq ki, pis əməllər eləməyək. Daha həssas olaq özümüzə qarşı. Allahın buyurduğu kimi yaşamağa çalışırıq. Alınmır amma. Alınmır. Gün içində bir neçə dəfə fikir gedir başqa yerə, orada bir xətaya yol versən və başa düşürsən ki, Konfutsi nə edir? Fikrin həqiqətdən ayrılmamalı zikrin. Bizi o qidalandırır. Nə qədər günəş bitkinin üstünə düşürsə, bir o qədər bitki böyüyür. İnsanın qəlbi bilirsiniz nədən böyüyür? Həqiqətlə təmasda. Həqiqət o nurdur ki, o bizim qəlbimizdən onun təması nə qədər çox olduqca biz o qədər böyüyürük. Ömür çatmır böyüməyə. Böyüyənlər onun fərqindədir ki, səndən qat-qat çox böyük insanlar olubdu. İndi də varlar. Sadəcə olaraq bu indi gedirlər misal üçün ultra bənövşəyi
şüaların altında məsəl üçün hansı xəstəliklərdən azad olurlar, məsəl üçün orqanizmə çox təsir edir də, yaxşı. Həkimlər bunu dərk edirlər. Ruhaniyyət işığı, həqiqət işığı adamın qəlbini böyüdən, sağaldan, dirçəldən bir nurdur. O nur günəşin nurundan fərqlidir. Allahı da Nur surəsində nur kimi təsvir edir Allah özü. Bizim o nura ehtiyacımız var ki, qəlbimiz böyüsün. Bitkilərin günəşin nuruna ehtiyacı var. İnsanın həqiqət nuruna, Allahın nuruna ehtiyacı var. Ona görə nə qədər tez o nurla təmasa girsə gənc adam, bir 20 ilə özünü düzəldə bilər. Ondan sonra da inkişaf eləyə gedər. Təəssüf ki, biz ömrümüzün çox vaxtını avaraçılığa həsr edirik. Sonra da bu əyri tərbiyəsi pozulmuş mənəviyyatla çox böyük sədaqətə nail ola bilmirik həqiqətən. Vaxtımız burada gedir bizim. Yoxsa biz özümüzü düzəldərik. Bugün danışdıqlarımız sadəcə söz deyildi. Bəlkə də bir çoxumuzun içində uzun zamanda cavabsız qalan suallar idi. Bəzən insan bir söhbətdə özünü tapır. Ümid edirəm ki, bu söhbət sizin daxilinizdə hansısa bir qapını açdı. Əziz Müşfiq bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə dərin təşəkkür edirəm. Çox sağ olun, var olun, dəyərli sözləriniz üçün. Sağ olun, xoş idi. İnşallah ki, yazdığınız proqramında bir faydası olar gənclərə. İnşallah.